Sizcə hazırki Azərbaycan, müstəqil Azərbaycan həmin dövrün 28 may qurucularının amallarını yerinə yetiribmi və yaxud hətta düşünə bilməyəcəyimiz dərəcədə də daha çox məqsədlərə nail olub? Mən sizə deyim ki, həmən dövrün amallarından daha çoxunu reallaşdırmışıq. Siz bizim potensialımıza baxsaz, bizim cəhalət potensialımıza baxsaz və bizim maarifçi potensialımıza baxsaz, siz möcüzə kimi baxarsınız ki, biz bura necə gəldik, çıxdıq. Siz Azərbaycan qadınının o tamamilə cəmiyyətin alt qatında öldürülmüş, sıxılmış, əzilmiş, təhqir olunmuş vəziyyətdə sonraki dirilişinə baxsan, təhsil alandan sonraki dirilişinə baxanda, onda görəsiniz ki, biz elə bir məsafə qət etmişik, biz özümüz də bunu xəyal eləməzdik. Bəlkə də 19-cu əsrin sonu, 20-ci əsr Həsən bəy Zərdabi bunu belə xəyal eləməzdi. Onlar ruhdan düşürdülər. Sabir ruhdan düşmüşdü, Mirzə Zəhər ruhdan düşmüşdü. Amma birdən-birə bir nəsil çıxdı ortaya 18-ci ildə Rəsulzadə, Topçubaşı, Xoyski. Bunlar bir fundamenti qoydular, bazanı yaratdılar. Sonra Sovet dövründə də hətta nə qədər repressiya, nə qədər Sür-Sibir, filan sürgünlər, yenə də bu nəslin müəyyən bir qalıntıları, bir şeyləri qorumağa çalışdı. Və müstəqillik dövründə də biz gözlədiyimizdən ən böyük nəticə nə idi? Azərbaycan böyük bir ərazisini bərpa eləmək deyə bir şeyi heç kim eləyə bilmədi. Postsovet ölkəsində heç kim bu şansa sahib olmadı. Bu da bir həm şans idi, həm də bizim qabiliyyətimiz idi, diplomatik qabiliyyət. Bu da nədən irəli gəldi? Biz tarixi, gələcəyi tarixdə görən xalqıq. Ən böyük yanlışımız budur. Biz bir söz deyən kimi gedirik, tarixdən start götürüb gəlirik. Biz amma özümüzü hələ müasir dövrün xalqı olaraq görməkdə çətinlik çəkirik. Elə deyən kimi hamı deyir, biz qədim xalqıq. Biz gənc xalqıq. Biz bu günün müasir xalqıyıq. Və müasir xalqın bu problemi diplomatiya və hərb sənəti ilə həll elədi. Tarixlə həll eləmədi. Tarixi kimə dərs deyirsən, kimə alladırsan ki, bu torpaq mənim idi. Onsuz da bir hüquq təsdiq eləyirdi, bu torpaq sənindir, beynəlxalq hüquq. Ona görə erməni oranı qəsb eləyənmədi. Beynəlxalq hüquq dedi ki, sənindir. Demək, hüquqla almalıydın bunu, diplomatiya ilə almalı, hərblə almalı. Biz müasirləşdiyimizə görə bunu ala bildik. Biz əgər yenə onun tarixin nağılları ilə yenə də özümüzü ona cəlb eləsəydik, məsələn, indi Azərbaycanda baxın, cümhuriyyətlə adam fəxr eləmir, cümhuriyyəti özünün idealı saymır. 15-ci əsrin bir feodal, bir baş kəsən, bir deyək ki, bizim cəhalət tariximizi yaradan bir zihniyyəti Azərbaycan deyir, bu mənim qəhrəmanımdır. Sənin qəhrəmanın Nuru Paşadır, sənin torpağını azad edir. Məmməd Əmin Rəsulzadədir sənin qəhrəmanın. Sənin qəhrəmanın niyə tarixdə aparır? Həsən bəy Zərdabidir, sənin ən böyük qəhrəman Axundovdur. Dilini yaradıb, bu dili mətnin olmasaydı sən kim idin? Dili olmayan xalqına qədər bir kitabını göstər görüb. Öz dilində bir kitabı Dədə Qorqud, o da Dresdendən, Vatikandan tapıldı, qoruya bilmədik. Yəni ona görə də biz bir şeyləri anlamalıyıq ki, bizim tarixin doğru istiqamətdə dəyişdiyi və mədəni mühitə daxil olduğumuz dövrü biz doğru anlamasaq, biz bugün qazandıqlarımızı da çox rahatlıqla itirə bilərik. Ona görə də bunu qorumalıyıq. Biz düşündüyümüzdən çox böyük uğur qazanmışıq və şükürlər olsun ki, torpağı da işğaldan azad eləməklə bütövləşəndən sonra biz artıq yan problemlərlə yox, yəni bir olur ya, adam məişət problemlərindən başını qatır, ümumi cəmiyyət problemləri unudulur. Yəni evində heç nə yeməyə bir şey olmayan müəllimi ancaq məişət düşündürür. Amma evində rahat, rifahı olan müəllim dərsə gedəndə bilir ki, artıq bu dərs deməlidir, başqa qayğısı yoxdur. Və biz də əslində xalqlar da belədir. Biz indi məişət səviyyəsindən çıxan xalqıq. Biz qlobal böyük xalqa çevrilmişik. Bunun mahiyyətini anlasaq, onda görərik ki, biz bundan sonraki dövrdə daha məsuliyyətli işlər görməklə bu ölkəni daha böyük uğurlara imza attırmağa qadir olacağıq.